Havanın soyuması ilə mənzillərdə qaz sızması problemi yenidən gündəmə gəlib. Bu təhlükədən qorunmağın ilk şərti qaz cihazlarının saz vəziyyətdə olmasıdır. Elə bir o qədər də vacib olan xəbərdar edici detektorların quraşdırılmasıdır. Əsasən yeni tikili binalarda rast gəlinən bu cihazlara tələbatın artdığı da deyilir. Mənzillərdə istifadə olunan qaz detektorları adətən iki hissədən ibarət olur. Bir hissə qaz sayğacına qoşulmaq üçün istifadə olunur, digər hissə isə elektrik yuvasına qoşulur və hər iki cihazın qoşulduğu yer sudan mühafizə olunmalıdır. Bazarlarda satılan qaz detektorlarının qiyməti isə ortalama olaraq 30 və 70 manat arasında dəyişir. Qaz detektorlarının satışı ilə məşğul olan Nəsrəddin Aşıraliyev deyir ki, bu cihazların qiymətindən asılı olmayaraq hər birinin iş prinsipi eynidir. Ancaq alınarkən düzgün işlədiyinə əmin olmaq lazımdır. Həmçinin quraşdırılma yeri də elə seçilməlidir ki, qaz cihazlarına bir qədər yaxın olsun. Siqnalizasiya verir, təhlükəsizliyi təmin edir də. Məsələn, kuxunada istifadə edilirsə, kuxunada cihaz quraşdırılır. Orada əgər qaz kəsilərsə, yaxud da iyi verərsə, qaz buraxarsa, oradan siqnalizasiya verilir. Valla o detektorun hamısı eyni şeydir. O standart bir şeydir. Bu detektorlara etibar eləmək, güvənmək olarmı? Olar. Amma bəzən deyirlər ki, adi bir işıq da yananda bəzən də işə düşür də. Yox, qaz sızma olmasa işıq təsir eləmir. Əsas mətbəxdə istifadə olunan şeydir, qaz. Orada quraşdırılır. Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev xəbər ertəsinə açıqlamasında bildirib ki, boğulma, yanğın kimi hadisələrin qarşısını almaq üçün qaz detektorları vacib detaldır. Lakin onların istifadəsi də xüsusi diqqət tələb edir. Statistikaya görə hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çox mənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Dəm qaz detektoru kiçik, sadə bir cihazdır. Baha deyil, amma həyati əhəmiyyət kəsb edir. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniyada, Almaniyada, Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər evdə detektor da quraşdırılır. Orxan Musayev onu da bildirib ki, detektorun funksiyası yalnız sızma haqqında öncədən məlumatın verilməsidir. Yarana biləcək təhlükənin tam qarşısının alınması üçün isə öncə qaz cihazları yoxlanılmalı, tüstü bacaları təmizlənməlidir. Xələf Xələfov, Vüsal Hüseynov, Sadiq Kərimov, Xəbər Ertəsi.